Vətən müharibəsində 1-ci Ordu Korpusunun əlahiddə mühəndis istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik leytenant Cavid Cabbarov vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, 42 yaşlı hərbiçi uzun sürən xəstəlikdən sonra ölüb. Qeyd olunur ki, Cabbarov Azərbaycan ordusunda uzun müddət xidmət edib, aprel döyüşlərinin və 44 günlük vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə şücaətinə görə dəfələrlə medalla təltif olunub. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub. Cavid Cabbarov bugün Beyləqan rayonunun Dünyamallar kənd qəbirstanlığında dəfn olunub. Masallı rayonunda yeniyetmə dünyasını dəyişib. Hadisə aprelin 11-i saat 01 radələrində Köhnə Alvadı kəndində baş verib. Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Turan Azəroğlu Əliyev yaşadığı evdə qəfil vəfat edib. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Aprelin 12-sinə keçən gecə paytaxtın Suraxan rayonu Zığ şosesində baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi müəyyənləşib. Məlumata görə 2002-ci il təvəllüdlü Elmir Vaqifoğlu Qubadovun idarə etdiyi Toyota Corolla'nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqifoğlu Əsgərov və 1984-cü il təvəllüdlü Samir Qismətoğlu Məmmədovdur. Hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Yaquboğlu Əhmədov isə xəsarətlər alıb, faktla bağlı araşdırma aparılır.